Qabırğaya yapışmış hissəsi nazik bir pərdə ilə yapışıb. Sümüyü zədələmədən ayırırıq. Onu nəyə görə ayırırıq? İndi doğrayanda izah edəcəm. Sümük zədələnməsin. Artıq həmin o qabırğanın bir hissəsini yine sümüyün, bel sümüyündən ayırırıq və gördüyünüz kimi zədələnmədiyinə görə necə gözəl hissələrə ayrılır. Ondan bozartma, sos, haşlama hazırlanır və yenə də belin artıq qalın hissəsi ayrılır. Onu üstündə saxlasaz, o ətə bəklik verir, möhkəmlik verir, pişmir, əti yığır. Bizə dəstək olmaq üçün bəyənməyi, abunə olmağı unutmayın. Gördüğünüz kimi artıq doğramağa başlamışıq. Hissələrin biri 90, 95, 100, 105 qram civarında olur. Keçən videoda sümüklü doğramışdıq. Sümüklü bastırma hazırlamışdıq. Bu dəfə isə sizə sümüksüz versiyasını təqdim edirik. Soğanı nə qədər çox vursanız ziyanı yoxdur. Təxminən ətə görə seçmək olur. Doğrayıb bir qaba öncədən suyunu sıxırıq. Yaxşı olar ki, bir damda duz vurub suyunu sıxasız. Soğana duz vuranda öz suyunu tez bırakır. Limon. Bizə dəstək olmaq üçün bəyənməyi və abunə olmağı unutmayın. Əgər bəyənsəz, çox insanın qarşısına çıxar və çox insan bəhrələnər. Əgər nə sualınız da olsa inşallah rəylərdə yazın. Yaxşı olar ki, bastırmanı hazırlayandan sonra bir gün, ən azı bir gün bastırmada qala, ağzı bağlı vəziyyətdə. Əgər siz də hazırlasaz, bir müddət çöldə saxlayıb sonra xaladenikə, soyuducuya qoyun, bir gün qalsın. Çalışın bastırmanı isti od üzərində pişirin. Bəyənməyi və abunə